Pekin Vaşinqtona ciddi şəkildə xəbərdarlıq edib. Tayvan məsələsi Çinin maraqlarının əsasını təşkil edir və iki ölkə münasibətlərində keçilməməli olan ilk qırmızı xəttdir. Bu sözləri Çinin Rusiyadakı səfiri Chan Hanuey deyib. Diplomat həmçinin vurğulayıb ki, Pekin Amerikanı öz öhdəliklərini yerinə yetirməyə, vahid Çin prinsipinə və 3 Çin-ABŞ birgə bəyannamələrinin müddəalarına əməl etməyə, həmçinin Tayvanı silahlandırmağa yönəlmiş hərəkətləri dərhal dayandırmağa çağırır. Diqqət çəkən məqamlardan biri də son zamanlar ada ətrafında Birləşmiş Ştatlar və müttəfiqlərinin gözlə görünən aktivliyidir. Qeyd edək ki, Vaşinqton bir müddətdir uzaq şərqdə fəallığını artırıb. Lakin bu fəaliyyət iqtisadi və siyasi dəstəkdən çox hərbi aktivlik şəklində özünü göstərir. Bu birbaşa hərbi müdaxilə və ya yerləşdirmə olmasa da, Tayvanın Pekinin artan təzyiqinə qarşı müdafiə qabiliyyətini gücləndirməyə və bölgədə sabitliyi qorumağa yönəlmiş addımı kimi qiymətləndirilir. Bununla yanaşı, Amerika hər zaman vahid Çin siyasəti ilə razı olduğunu göstərsə də, adaya son illərdə daha çox silah satır, təlimlərdə iştirak edir və bölgədəki hərbi varlığını gün keçdikcə daha da artırır. Xüsusən aviadaşıyıcılar və kəşfiyyat uçuşları ilə Asiya nəhənginin hər hansı bir hücumunu dayandırmağa çalışır. Mütəxəssislər deyir ki, Çin Tayvan ilə müharibə ehtimalını daim gündəmdə tutur. Ancaq tam miqyaslı müharibənin necə və nə cür başlayacağı hələlik heç kimə bəlli deyil. Hal-hazırda dəqiq olaraq bir şey demək mümkün deyil. Çünki dünyanın bir çox yerində eskalasiya riskləri var. Ancaq Pekinin də son zamanlar güclü hazırlıq içərisində olduğunu nəzərə alsaq, bu içində olduğumuz il və ya bir neçə il ərzində də ola bilər. Nəzərə alsaq ki, Rusiya da Çinlə həmfikirdir. Belə vəziyyətdə Birləşmiş Ştatlar yalnız qala bilər. Yeri gəlmişkən Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov təxminən bir həftə əvvəl açıqlamışdı ki, Moskva adanın müstəqilliyinin hər hansı bir formasına qarşıdır və bura Çinin ayrılmaz hissəsidir. Hətta Rusiya Tayvan məsələsinin Pekinin daxili məsələsi olduğunu və Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qanuni əsaslara sahib olduğunu düşündüyünü dilə gətirmişdi. Yəni Pekinin belə bir həmləyə baş vurması halında Moskvanın son dərəcə səssiz davranacağı gözləniləndir. Hərbi ekspertlər qeyd edir ki, əslində dünyanın diqqətinin başqa bir istiqamətə yönəldiyi bir vaxtda iki ölkə arasında hər hansı bir qarşıdurma baş verə bilər. Ona görə ki, tərəflər arasında ciddi hərbi gərginlik mövcuddur. Xüsusən Çinin bu il Tayvan ətrafında güclü hərbi təlimlər keçirməsi onu deməyə əsas verir ki, bu adaya bir növ xəbərdarlıqdır. Pekinin adanın müstəqillik iddialarına qarşı çıxması, Tayvanın isə öz müdafiəsini gücləndirməsi və beynəlxalq dəstək axtarması bölgədə müharibə riskini artırır. Bu biraz fərqli vəziyyətdir. Düşünürəm ki, bu coğrafiyada münaqişə əvvəl-axır olacaq. Çünki müharibə riski çox yüksəkdir. Bəzi vaxtlar gərginlik hiss olunan dərəcədə olur. Ancaq belə bir vəziyyətdə Birləşmiş Ştatlar təbii olaraq səssiz qalmayacaq. Hətta bu bir vaxt sonra Vaşinqton və Pekin arasındakı müharibəyə dönüşə bilər. Bu isə bütün tərəflər üçün sarsıdıcı ola bilər. Beynəlxalq ekspertlər hesab edir ki, Çinin Tayvandakı siyasi təsiri son dərəcə məhduddur. ABŞ-nin təsiri isə daha gözə çarpandı. Lakin Tayvan uğrunda müharibə baş verərsə, Çinin Birləşmiş Ştatlar ordusunu məğlub edə biləcəyi düşünülür. Bunun səbəbi isə Pekinin Amerikadan 40 dəfə ucuz və daha təsirli olan yüksək texnologiyalı silahlara əl ata bilməsi göstərilir. Misal gətirməli olsaq, Amerika hərbi gəmiləri Çinin arsenalındakı dizel sualtı qayıqlarına və hipersəs raketlərinə qarşı acizdir. Onu da qeyd edək ki, mütəxəssislər bahalı və mürəkkəb silahlara güvənməyin Vaşinqton üçün ölümcül ola biləcəyini deyir. Çünki Pentaqonun təchizat zəncirindəki zəifliklər Amerikanın 10 illərdir ciddi bir düşmənlə uzunmüddətli münaqişədə qalib gələ bilməyəcəyini işarə edir. Görünən odur ki, Birləşmiş Ştatlar və Çinin bir-birinə qarşı apardığı hibrid qarşıdurma artıq açıq müstəviyə keçir.